Hər birinizə salam, kanalıma və videoma xoş gəlmisiniz. Bugün konsertə hazırlaşıram. Mən Şəmkirdəyəm, tətil olduğu üçün Şəmkirə gəlmişəm. Bugün ayın 8-idir. Zəfər bayramı münasibəti ilə tədbir var Şəmkirdə, Heydər Əliyev mərkəzində. İndi ona hazırlaşacağam. Biraz tələsirəm deyə makyajımı etmədən əvvəl dedim video çəkim, sonra makyaj etdikdən sonra çəkib və kombinimi də göstərəcəm. Biraz gecikmişəm deyə tez eləyəcəm, o hissələrini çəkməyəcəm. Deməli, makyajım belə oldu. Sadə etməyə çalışdım. Üzümün buraları çox qızarıbdı. O da ev isti idi. Ev isti olduğu üçün, bir də təhsil edədiyim üçün üzüm qızarmışdı. Elə bil üstünə qədər tana kremlə bağlamaya çalışdım, yenə də qaldı. Yəqin ki, havaya çıxandan sonra biraz şey gedəcəkdi. Deməli, cəmi 8 dəqiqə elədim makyajımı. Əslində çox bir şey yoxdur, ona görə yəni çox müddət çəkməyinə də ehtiyac yoxdur. İynəmi də taxım. Saçımı da yuxarıdan yığdım ki, rahat olum. İynəmi də bir dənə taxım. Belə bir dənə də saat taxdım. Başqa aksesuarım yoxdur, elə ki, yəni var ya, əslində taxmıram özüm. 2 dənə də sırğam var, hər zamanki kimi qulağımdadır bunlar da. Bu ayaqqabıları geyinəcəm. Kombinim də belə alındı. Altdan krop geyinmişəm. Üstdən bir dənə nazik rubaşka, bu ikisi dəsti. Cins şalvarım. Ayaqqabımı göstərdim. Bir dənə də üst geyimi götürürüm və çantamı bir dənə onları da göstərim. Son olaraq kombinim belə oldu. Üst geyimim belə. Hələlik konsertdə görüşərik. Evdən çıxdım. İndi Daynacağa gedirəm avtobusa minmək üçün. Xalam çoxlarda gedir. İndi xalam qızı falan gəlirlər, avtobusdadılar. Mən də gedirəm, həmin avtobusdan getməyə görə eyni vaxtda çıxmışıq evdən. Deməli, konsertdə hansı müğənnilərin oxuduğunu dəqiq bilmirəm. Dayanacağa incə çatacağım. Onları da görüşək konsertə çatanda yenə video başladarım. Hal-hazırda avtobusdayım. Avtobusdayıq. İndi gedirik parka. Bu da Aynur, Zeynəb. Oğlanlar da arxadadır. Sadəcə olaraq yanlarında adam var deyə çəkə bilmirəm onları. Elə indi gedirik, çatırıq. Düşəndə çəkəcəm, ondan sonra şey deyəcəm. Parkinçidə çəkəcəm. Daha Heydər Əliyev mərkəzinə çatdıq. Bura yəqin ki, gördüyünüz qədər Heydər Əliyev mərkəzidir. İndi gedirik. Buranın çox qəşəng bəzəyibdilər. Birinci səfər Şəmkirin belə bir qəşəng bəzəndiyini görürəm. Bir yeni illərdə olurdu, bir 4-5 il bundan əvvəl, bir də indi. Belə ağaclar çox qəşəng görsənir də. Qırmızı rəngdə. Belə dostlar, yaxınlaşırıq. Belə. Biraz qabağa gedək, ondan sonra videomu başladacağım yenidən. Çatdıq. Şu an kalabalığın içindəyik dostlar. Xalam axtarır. Görsən insanlar, amma yaxınlaşdıqca çox seyrək durulduğu bilinir. Uşaq üstümüzə gəl, bir dəqiqə. Biraz belə. Belə. Hələlik belə. Xalamı tapaq, ondan sonra yeni də video açacağım. Salam xalam, necəsən? Sağ ol ay canım. Sən Necəsən? Hanı oğlanlar? İndi Hezalı konserin ortasında Zeynəbi lazım. Gələcəm, yarın çatıyor. Ay labı batırlar ay mən. Sizə hansı rəng çıxar? Mən yaşlı fikirləşdim. Mən pəmbə ortadakı sarı. Zeynəb bunu bu etdirir. Xalam bunu, Zeynəb bunu. Mən də sarı. Aynur bunu. Evet. Sən nə deyir? Aha. Sadiq də bunu deyir, mən də bunu deyirəm. Dostlar, indi açırıq. Oo, number. Allah yaxşı. Aç qoy. Sadiq nə yapıyor? Labı batırıq da. Heyecandan açamır. Nereye qışqırım yine ha. Ne dedim? Bu rəngi kim demişdi? Geçeceğim reklam elə. Fikirləşib bəsdir. Dostlar, secret çıxdı. Yəni heç olmayan rəng. Xalamın dediyinin də kartı çıxdı. Xalama ver. Xalama kartı sağ hədiyyə. İndi anahtarı gedir tapar. Böyle yerdə hamısını çox sağ olun. Mən bilmirəm. Zamani uşağı deyiləm. Nərsə, zamanidin geri qalsa. Bu ne? Ayma mənim deyim ayma. Secret. Всё. Dostlar, konsert hal-hazırda başlayır.
Hayırlı olsun. Aziz dostlar, bugün burada 8 noyabr Azerbaycan xalqının şanlı Zəfər Bayramı haqqında danışmaq üçün toplanmışıq. Bir an eşitimlə zəfəri vətən edən şəhidlərimizin ruhuna anar. Allah şəhidlərimizə rəhmət eylesin. Sabah bebeler oynamak. Drone çek. Herkes salonlara. Zafer Gündüz'ün mübarek şençeş. Video. Bu da Zeynep. Saçlarına yanlara kız, arkaşı gözü kara kız Ay nurun olsan da biz eyvanda görüşende toyumuzdan söz düşende
Gel naz eləmə yana qız, ay qaşı gözü qara qız, qara qız. Saçlarına yandara qız, ay qaşı gözü qara qız, qara qız. Konser hələ qurtarmayıbdı, amma biz çıxdıq. Həm tanıdığımız müğənnilər yox idi. Müğənnilərin hamısı belə çox tanınmış müasir, nə deyim, məşhur müğənnilər deyildi. Ən tanınanlar Alma xanımla Qurduydu. Yəni onların da ifalarına qulaq asdıq deyə ücə gedirik biz. İndi hal-hazırda Nənəmgilə gedirik. Şəmkir parkındayıq, Heydər Əliyev mərkəzdəyik. İndi hal-hazırda Nənəmgilə gedirik. Nənəmgildə yəqin ki açaram. Yolda da nəsə çəkə bilərəm. Hələlik sağ olun. Dostlar, hələ yollardayıq. Dönər yeməyə gəlmişik. Bəli dostlar, yoldayıq. Əslində görsənmirik. Qaranlıqdır. Nə var? Qoyun kameranı açım. Flash. Bəli, danışa bilərsiniz. Də dostlar, indi bu gün yoldayıq. Süper kalmışıq, yedik gedirik. Cips yedik. Cips yedik bundan qabaq. Kraft İndi- yedik. Bu yolları Ayşə sizə göstərsin, Çevir Ayşə. Bu yolları biz bir vaxtdır məşğələ yolları idi. Tələbə olaraq bu yolları biz gedirik. Qabaqda da xalam var. İnşallah magistri oxuyanda da bu yolları keçərik. Magistrdə nə istən burada? Dərs təxladım.